Azərbaycanda olsa xəyanətə görə tətbiq, bu cərimələrin ucu bucağı qurtarması. Xəyanətə görə cərimə yox, edam eləsələr əla olar. Həm kişiyə, həm xanıma. Bir nəfər də xəyanət eləməyəcək, bir dənə də boşanma olmayacaq. Olunsa çox yaxşı olar. Çünki xəyanətlər çoxdur indiki zamanda, hal-hazırda. Cəzası olsa lap yaxşı olar. Pul ödəməklə yəni əmələ gələn deyil. Ağır cəza olsun. Cərimə tətbiq olunsa, yəni pis olmaz, amma bu biraz çətin məsələdir, cərimə məsələsi. Sübuta lap eləmək olur indi, kameralar vasitəsilə, video müşahidə vasitəsilə. Cərimə ilə alınan şey deyil. Qadın kişi fərqi yoxdur, xəyanət eləsə bağışlanmaz bir şeydir. Tutaq ki, vətəndaşı cərimə eləyəcək, o yenə də eləyəcək. Cərimə eləyəcək, yenə də pulun verəcək, çıxacaq. İkisi də bir-birini sevsə, heç vaxt xəyanət olmaz. Cərimə belə olsa, əgər insan xəyanət eləmək istəsə, onu cərimənin qarşılığında belə yenə də eləyər. Azərbaycanda elə bir cərimə olsa, düşünürəm ki, əhalinin 80% cərimələnər. Çünki Azərbaycanda da xəyanət hədsiz çoxdur, çoxalıb. Hamısı da sərbəstlikdən irəli gəlir, insanlar çox özgürdür. Xəyanət günahdır. Cərimə 2 qat eləsinlər.